Biz keçən dərsimizdə uzun müddətli aktivləri alqı-satqısına qədər, haqqındakı informasiyalara qədər, müxabirləşmələri, kapitallaşması gəldi, amma amortizasiyalar qaldı. Bizcə bura qədər idi. İndi uzun müddətli aktivlərin və yaxud da ki, əsas vəsaitlərin amortizasiyası, köhnəlməsi ilə bağlı danışacağıq nə varsa. İlkin olaraq təsnifləşdirməsinin üç cürə təsnifləşdirmək bunlar mütləqdir. Biri köhnəlmədir, yəni amortizasiya. İkincisi tükənmədir. Bir də ki, torpaqların ümumiyyətən köhnəlməsi olmur, yəni köhnəlməyən əsas vəsaitlərdir. O üzrə qruplaşdıracağıq. Bir də qarşınıza çıxar, fikriniz qarışmasın deyə qiymətdən düşmələri olur. Yəni əsas vəsaitlərin. Bu marka dəyişikliyinə asılı olaraqdır. Əsas vəsait bəli, ümumiyyətlə heç şeyə verilməyibdir, istifadəyə verilməyibdir, təzə olaraq sizdədir. Sıfırdır. Misal üçün düşünün nəqliyyat vasitənizi. Hesabı məsələn X ilidir, amma onun üzərinə istifadə olunmayıb. 4 il model gəlib üst-üstə, avtomatik olaraq bazarda dəyəri düşüb aşağı. Yəni bu da köhnəlmə kimi deyil, amma qiymətdən düşmə sayılır. Köhnəlməmizə gələk. Torpaqla bağlı bir ifadə verim. Burada köhnəlmə yox, xərc metodu var. Bilmirəm bu informasiyanı sizə vermişəm yoxsa yox. Bu torpaqdan zərərli istifadəyə görədir. Yəni torpağın keyfiyyətini sizin müəssisənin istehsalı və yaxud da ki, istifadəsi məhv edirsə, o torpaqda hər hansı bir şey bitməyəcəksə, yararlılığını itirirsə, o torpağın bərpası ilə bağlı çəkilən məsrəflərin yığılması var. Onlar da xərc qruplarında, yəni 731-də toplaya bilərsiniz. Buna misal təmizlik, abadlıq olan müəssisələri göstərmək olar. Yəni məişət tullantılarının yığıldığı yeri. Misal üçün mənim şəxsi təcrübəmdə olan Gəncə şəhərində alüminium zavod var. İndi orada olanlarımız bilir. Böyük bir qırmızı gölü var idi oranın. Yəni çox geniş. Burada çıxan oksidli maddələri həmin yerə buraxırlar. Orada heç bir şey əldə etmək olmaz. Yəni həmin yer tam məhv olubdur. Torpağın torpaqlı funksiyası da qalmır. Yəni onların da zərərləri yığılır. Köhnəlməmizə gələk. Köhnəlməmizin hesablamasını aktiv olaraq 3 metoddan aparılır. Düz xətt metodudur, funksional metoddur, bir də azalan qalıq metodudur. Fərqlilik bunların ikisini də düz xətt metodu ilə funksional metodun ikisində müəssisələr seçə bilərlər. Maliyyə tərəfdən heç bir uyğunsuzluğu yoxdur. Amma azalan qalıq metodunu müəssisələr seçməyə sərf eləmir. Yəni rəhbərlik, kapital qoyan, sahibkara sərf etmir. Onları bir-bir izah edəcəm. Azalan qalıq metodunu bir dənə yadınızda saxlayın ki, rəsmi şəkildə Azərbaycan Respublikasında rəsmi hesabatlarınızda azalan qalıq metodunu istifadə etmək məcburiyyətindəsiniz. Bu bir məcburiyyətdir. Yəni Azərbaycan qanunvericiliyi yəni düz xətt metodu da seçə bilmir müəssisə, funksional metodu da seçə bilmir müəssisə. Azalan qalıq da ona görə seçilir ki, istifadəni uzatdığına görə, xərci daha az hesabladığına görə reallıqdan kənar düşür. Məsəl üçün, istifadə olunan əsas vəsaitin dəyəri itibdir 2000 manat, amma onu azalan qalıq metoduna hesablayanda gəlib çıxır 700 manat. Yəni cəmi 700 manatın xərc kimi tanıya bilirsiniz. Ona görə vergi baxımından da, yəni verginin çox ödənilməsi baxımından sərf etdiyi üçün dövlət bunda qərarlaşıbdır. Gələk düz xətt metodumuza. Ümumiyyətlə onunla bağlı düz xətt metodunun müəssisələr, yəni Avropa ölkələri də, Qərbi Amerika ölkələri də, ştatların hamısı düz xətt metodunda gedirlər. Getmələrin səbəbi odur ki, sahibkarlar ili özləri təyin edə bilirlər istifadə müddətini. İstifadə müddətini özləri təyin edə bilirlər və bərabər şəkildə bölüb tanıya bilirlər. İstədikləri qədər və yaxud da ki, ton qalıq dəyərlərində özləri qoyurlar, xərci bildikləri formatda tanıyırlar. Funksional metodda vahid metodlardan biridir. Orada ən çox funksional metodun istifadəsi mən çox bəyənirəm, sırf nəqliyyat vasitələri üçün. Əgər bizim qanunvericilik icazə versəydi ki, azalan qalıq metodu, bir də funksionalı seçin. Mən əgər müəssisəmizdə nəqliyyat vasitəsi sayı çox olarsa, mən funksionalı seçərdim. Çünki çox dəqiq və etibarlıdır. Bu hissələri əzbərləməniz lazım inşallah. Baxın, indi nə qədər deyirik dərsimizi oxuyaq falan başqa bir şey. Bu hissələr, bu terminologiyalar əzbərlənməlidir. Çünki bunlar tam da mənasını bilmədən
effektivliyi olmayacaq. Bəli, ümumi bu hissənin. Baxın, faydalı istifadə müddəti. Hər hansı bir aktivimizin, uzun müddətli aktivimizin faydalı istifadə müddəti əgər aldığımız avadanlıq və yaxud da ki, dəzgah və yaxud da ki, bina, hər nədirsə nəqliyyat vasitəsinin sənədləşməsində onun faydalılıq müddəti bildirilirsə, misal üçün qarantiya müddəti bildirilirsə, hansı ki o qarantiyadan sonra bu istifadəyə yararsız olacaqsa, faydalı müddətini sənəddəki kimi götürə bilərsiniz. Yox, qarantiya müddəti verilibdir 5 il. Amma bunun 5 ildən sonra da istifadəyə yararlılığı varsa, o zaman onu artıq müəssisənin həmişə dediyimiz kimi komissiyası özü qərarlaşdırmalıdır. Faydalı istifadə müddəti tarixlə ölçülür. Yəni avadanlığı istifadəyə verməmişdən qabaq əsas vəsaitin kartını açanda onlara qeyd etməliyik mütləq ki, bunun istifadə müddəti bu qədərdir. İlkin dəyəri dediyimiz kimi balansa qəbul edəcəyimiz dəyərdən gedir söhbəti. Ki, yəni müəssisənin balansına girdiyi ilkin qiymət hansı qiymətdir? Yəni keçən dərsimizin keçən hissəsində danışdığımız kimi aktivin alınması, üzərinə xərclərinin gəlinməsi falan onlarla bir də cəmi edir ilkin dəyəri. Ləğv etmə dəyəri aktivin faydalı istifadə müddətinin sonunda onun satılması ehtimal oluna bilən dəyəridir. Bu cümlə əgər sizə bir fikir ifadə etmirsə daha da açıqlaya bilərik. Aktivi balansa qəbul etdiyiniz tarixdə həmin gündə qərar verməlisiniz ki, misal üçün 100 minlik bir avadanlıq və yaxud da ki 20 minlik bir nəqliyyat vasitəsini müəssisə qəbul edirsə, mən bunun hansı dəyərə düşəndə balansından çıxardacam və yaxud da satacam, bunu qərarlaşdırmalısınız. Bu 20 min də ola bilər, məsəl üçün ümumi dəyərinin 5də biri ola bilər, 10da biri ola bilər. Yəni hesablama formatınız fərqli ola bilər, yəni götürə bilərsiniz. Misal üçün 5%, biri təyin edə bilər 10%, biri deyə bilər ki, 10da bir hissəsi. Yəni əsas odur ki, o dəyər təyin olunmalıdır. 5%. Bəli, ilkin dəyərinin, baxın yuxarıda olan ilkin dəyər var. Həmin dəyərə nisbətdə təyin edirsiniz ki, dəyəri 100 mindirsə, 100 minin 5% ola bilər, 1% ola bilər, 10% ola bilər. Fərq etmir. Amma mütləq bu dəyər təyin olunmalıdır ki, mən bunu bu dəyərə çatanda ləğv edəcəm, çıxadacam balansını, satacam və yaxud da. Və amortizasiya dəyəri. İstismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq paylaşdırılmasıdır və bölüşdürülməsidir. Yəni illik amortizasiya dəyərini soruşur. Bu ən çox düz xətt metodunda istifadə olunacaq ki, hər il nə qədər amortizasiya etmək istəyirsiniz. Bax, azalan qalıq metodunda bunu seçə bilmirsiniz. Yəni bir hesablamaya, bir düstura tabedir. Amma düz xətt metodunda bu terminologiya istifadə olunur. Amortizasiya dəyəri illik nə qədər amortizasiya verəcəksə onu seçirik. Və son qalıq və likvidasiya dəyəri. Bu ləğv etmə dəyəri ilə eyni terminə gəlib çıxırsa, fərqli yerdə istifadə edirik. Son qalıq dəyəri amortizasiyalarımız veriləndən sonraki tarixə qalan dəyərdir. Ola bilər ki, baxın, burada fikirləriniz qarışmasın. Ləğv etmə dəyəri dediyimiz də son qalıq dəyəri sayılır, amma ləğv edəcəyimiz günə, satacağımız günə, yəni bizim öncədən təyin edildiyimiz bir şeydir. Amma son qalıq dəyərini biz 5 il qoymuşduq istifadə müddətini, 3-cü ilin sonunda da son qalıq dəyərinə baxa bilərik. Öncədən satacaqsa əgər və yaxud da sizə qəzaya uğrayıbdır, silməliyik deyək ki, həmin günəki olan dəyərini götürəcək. Burada sualınız varsa verin keçəyin düz xətt metodunun üzərində danışmağa. Burada bir-biri də oxuyuram. Faydalı istifadə müddəti, ilkin dəyər, ləğv etmə dəyəri, amortizasiya dəyəri və son qalıq likvidasiya dəyəri. Bu likvidasiya termini yəni pula çevrilə bilmə deməkdir ümumiyyətlə. Misal üçün amortizasiya 0.5% düşür. Mən bu avadanlığı istifadə edirlərsə idarədə ya istisnalarda o nətər olacaq? Yenidən qiymətləndirmə edəcək qrupunuz avadanlığa bir dəyər biçəcək. O dəyərlə təzədən balansınızda otuzduracaq və bir daha həmin avadanlığa amortizasiya hesablamayacaq. Çünki yenidən qiymətləndirilmiş bir şeyə amortizasiya hesablanmır. Ləğv etmə dəyəri məsələ olmaz. Bəli, bəli. Satışda da. Baxın, fərqi buradan tutaq. Ləğv etmə dəyəri dediyimiz şey müəssisə avadanlığa balansa götürəndə təyin olunur. Balansa götürdüyün gün onu da qiymətləndirirsən ki, mən bunu, məsələn, kompüterim 2000 manatlıqdır, düzdürmü? Mən deyirəm ki, bunun dəyəri 300 manata düşəndə bunu siləcəm.
Onda nə? Satacaq. Hə də ləğv etmə ona deyirlər. Silirsən balansda. Bəli, bana da kənarlaşdırma. İstifadə edirsən. Etməməlidir. Baxın belə bir şeydir. Müəssisə hələ də ki çətin olar, amma çox gələcəyə doğru elektron sistemimiz onu görmə mexanizmasına gəlib çıxır axı. Belə bir şey deyək. Müəssisədə bu sıfıra düşüb. Dəyər olaraq görünmür. Düzdürmü? Sıfırdır. Yoxdur bunun belə bir avadanlığımız yoxdur. Amma həmin avadanlıqla bağlı bir istehsalımız, hazır məhsul satış ediriksə, bu istər-istəməz diqqət çəkir ki, bu məhsulu istehsal edəcək avadanlığın yoxdur sənin. Varın idi, xarab oldu, atdın. Düzdürmü? Yoxdur. Amma sənin hazır məhsulun var, bu necə əldə edirsən? Bir avadanlıq var ki, istismar müddət tutarı, amortizasiya sıfırdır. Saxlamada qalır. Onu hər an var, onun amortizasiya hesablanır ki, boş dayanma kimi amortizasiya. Başa düşdünüz? Ki, saxlamada kimi amortizasiya gedir. Məhz avadanlıq istifadə verilmirsə, istifadə olunmursa, ona ümumiyyətlə amortizasiya istifamaq olmaz. Olmur. Yo, olunmur. Yaşı Amortizasiya baxın. o istisalat. Bax, olunmur dediyim nədir? Mən sizə qanuni tərəfini və maliyyə baxımı tərəfdən olmalı olanı deyirəm. Ola bilər ki, müəssisə ona amortizasiya yazır. Amma məqsədi pulu vergidən yayındırmaqdır, yəni xərci böyütməkdir və qanuni bir proses deyil. Müəssisədə də bu avadanlığın adı qeydiyyatda olduğuna görə və məsəl üçün hal-hazırda Azərbaycan Respublikasında yoxlamalar, yəni əyani yoxlamalar xüsusi bir tələb olmadığına görə dayandırılıbdır. Ancaq kameral yoxlamalar var. Elə şeylərdə əyani yoxlamalarda üzə çıxdığına görə, yəni səyyar yoxlamalarda üzə çıxdığına görə hər kəs o metodlardan istifadə edir. Amma bilin ki, birəbir olmaz yəni. Bir şey istifadə olunursa, ona amortizasiya olunur. Boş dayanma amortizasiyası deyə bir şey yoxdur yəni. İstisalatda istifadə olunur, amortizasiyadan tutarı. Amma nə silinir, nə balansda durur. Sağ kodla zərşəyə durur, bu nə tərəfdir? Sadəcə bunu ya ehtiyat hissəsinə çıxartmalıdırlar. Çıxartmayacaqlarsa ambarda İstifadə olunur. olunur. Olmur. Dəyər. Hesablaya bilmirlər, amortizasiya hesablaya bilmirlər, amma istifadə də edirlər. Və onu yenidən qiymətləndirsələr daha doğru olar. Əslində heç bir ziyanı yoxdur. Yox, bir dəfə qiymətləndirsə vəssalam. Bunda da prosesi doğrudur da ya. Yox, baxın bu sualın cavabını hamı anladı. Əgər qiymətləndirmə eləyib balansa təkrar otururlarsa, proses yekunlaşıbdır. O kompüter tamamilə dayanana qədər onu istifadə edə bilərlər yəni. Heç bir qanunsuzluq yox. Bəli, xərcindir. Birbaşa xərcindir. Bu maya Sən dəyər. suala görə. Əgər istehsalatda və yaxud da xidmətdə istifadə edirsənsə, xidmətin də maya dəyərinə girir, istehsalatın da maya dəyərinə girir. Yox, inzibatidə istifadə edirsənsə, xərcinə sayılır, amma maya dəyərə girmir. Sən sualın barədə nəsə? Şey ki, kompüterlə bağlı olaraq işlətdirsə, yəni istifadə olunmalı. Baxın, məsələ işdə olub-olmasından getmir. İşdə etsə lap gözəl. Amortizasiya olunmuzu olub sıfır. Amma bu kompüter var axı, düzdürmü? Biz nə demişdik aktivə? Sən də 3 dənə şeyini saymışdıq da, üzərində nəzarətimiz olmalıdır. Bir dəyəri olmalıdır. Əsas ikincilərdən biri. Əgər bu kompüter işləyirsə, deməli bunun bir dəyəri var. 50 manat da olsa var. 1 manat da olsa bunun bir dəyəri var. Siz bu kompüteri işləmə mexanizmasına görə qiymətləndirməlisiniz. Təzədən müəssisənizin balansında aktivlərdə oturmalıdır. Çünki həqiqətən də bu sizin aktivinizdir. Bunda iş görülür. Bunun bir fəaliyyəti var. Niyə bunun balansında dəyəri olmamalıdır, sıfırdan olmalıdır? Onun sənə kim bir xeyri var müəssisəyə? Amma müəssisənin aktivində olanda balansında əlbəttə ki, aktivin sayı çox olacaq. Peki sabah olmadı belə, oldu başqa bir şey. Müəssisənin vergi borcundan dolayı gəldilər əmlakını müsadirə eləməyə. Sən ona qiymət qoyma. Balansda rəqəm yazma. Zaten bunu götürəndə bazar qiymətinə uyğun qiymət qoyacaqlar buna. Ona bir dəyər təyin edəcəklər zaten. Başqa sual olan var bu hissə ilə bağlı, bu açıqlaması ilə bağlı? Hə? Stoku qoy soğuk. Stoku qoyum. Stok qoya bilir. Sağ olun. Tamam. Gəldi əsas məsələyə. Bir dənə böyüdək. Böyüdə bilmədir. Bəli, düz xətt metodu. Adı əməliyyatın funksiyasına görə uyğun gəlir. Hər şey bərabər və paralel bölündüyünə görə. İndi bununla bağlı həm sualımız var burada, həm də burada alt hissədə bu başlıqların açıqlaması olaraq var. 120.000 manatlıq dəyərində dəzgahımızı amortizasiya etməyə çalışacağıq. Dəzgahın faydalı istifadə müddəti 5 il təyin edibdir komissiyamız. Yəni aktiv balansımızı alanda
əsas vəsaitin kartını açırıq, ona köməkliyi ilə özünə gəlsin, sonra deyəcək yadımda qalmadı. Tez. Başqa bir küçük yoxdur. Tamam. Dedim, 5 ili əvvəlcədən təyin elədik. Son qalıq likvidasiya dəyərində təyin elədik 20.000. 120.000-i 5 illik avadanlığımıza, hamımız komissiyanın üzvüyük, qərar verdik bir yerdə ki, 5 il bu avadanlığa istifadə müddəti qoyuruq, 20.000 son likvidasiya dəyəri qoyuruq ki, yəni ləğv edəndə, satanda bunu 20.000-ə satmalıyıq. Yəni 20.000-dən aşağı köhnəlmə verməli deyilik. Belə də yadınızda saxlaya bilərsiniz. Son likvidasiya dəyəri köhnəlmə verilməyən dəyərdir. Yəni o dəyərə köhnəlmə verməməliyik. Və düz xətt metodundan istifadə edərkən hər il amortizasiya olunan dəyərin 5/1 hissəsi amortizasiya edilməlidir və amortizasiya dərəcəsi 20% olacaq. Yəni 100%-in 5-i 5/1, 5 illik götürdüyümüzə görə 5/1 ifadəsi 5 il istifadə müddəti olduğu üçündür. Baxın, biz istifadə müddəti 5 il seçdik, düzdürmü? Aktivin dəyəri nə qədər? 100%-dir. 5 il mən bunu köhnələcəmsə 100/5 olmalıdır bunun illik dəyəri, düzdürmü? 7 il olacaqdısa 100/7-dən alacağımız cavab olacaqdı faiz. Ona görə bölürük burada. Baxın 100/5% düşür 20%. Burada qeyd etdik. Amortizasiya dərəcəsi 100% bölünsün faydalı istifadə müddətidir. Baxın düsturda qeyd olunur burada. Görürsünüzmü? Alınır 20%. Amortizasiya ayırmaları. İlkin dəyər, nədir ilkin dəyər? 120.000. Çıxılsın son qalıq likvidasiya dəyəri, yəni amortizasiya etməyəcəyim dəyəri, bölünsün faydalı istifadə müddətinə, alırıq amortizasiyamızın, yəni illik amortizasiya ayırmalarını. Nə qədəri amortizasiya xərcə gedəcək. Bu bir belə hesablama forması var. Hansını deyirsiniz? İkinci son qalıq nədir? Bunu deyirsiniz. Son qalıq likvidasiya dəyəri. Yəni bayaqlarım dediyi üzərində ən axırdakı hansı ki satacağımız, siləcəyimiz dəyərdir. Amortizasiya ayırmalarının ikinci qaydası da var hesablamağın. Amortizasiya dəyərini amortizasiya dərəcəsinə vurmaq. Yəni neçə faiz köhnəldəcəyimiz dəyər var ya, hansı ki Biz bunu rəsmiyyətdə qəbul etmirək onu. Amortizasiya xərcə kameral gəlməlidir. Amortizasiya xərcə kameral gəlməlidir onun. Ya da gəlib məlumat özünə. Etdik. Və amortizasiya dəyərinin özü ilkin dəyərdən son qalığı çıxırır və amortizasiya hansı rəqəmi? Hə? Amortizasiya dərəcəsi neçə faiz il ərzində amortizasiya edəcəyimizdir. Amortizasiya dəyəri isə hansı rəqəmi amortizasiya edəcəyimizdir. Yəni aktivin hansı dəyərini? Aktivimiz 120.000 idi. Bunun 20.000-ni səndən razılaşdıq, saxladıq ən sona. Ki o qiymətlə satacaq. Geri nə qədər qaldı? 100.000. Deməli bizim amortizasiya dəyərimiz 100.000-dir. 100.000-lik bir şeyi amortizasiya eləyəcəyik. 100.000-lik bir şey neçə faizdən amortizasiya eləyəcəkdik? 20%-dən. Onu necə tapdıq? Bir məhsul şeyi %100-dür da, yəni amortizasiya olunmamışı. Biz də buna 5 il faydalı istifadə müddəti qoyduq. Düzdür? 100%-i 5 il amortizasiya edəcəyimizə görə 5-ə böləndə bəli, düşür 20%. İndi gəlin hesablama üzərindən baxıb öyrənməyə çalışaq. İlkin dəyərimiz 120.000. Bu burada gördüyünüz illərdir. Birinci sütunda. Birinci il. İlkin dəyərimiz 120.000 qeyd elədik. 5 ilə verilir. Bəli, 5 ilə veririk. Amortizasiya dəyərimizi tapdıq ki 100.000-dir. Necə tapdıq? Onun bir də qaydasını istəyirsiniz təkrar edeyim. Ümumi ilkin dəyərimizdən çıxdıq son likvidasiya dəyərini hansı ki təyin eləmişdik 20.000-dir burada bu hissədə. Onu yerdə qaldı 100.000. Amortizasiya dəyəri yenə 100.000-i qeyd elədik. Və amortizasiya dərəcəsi. Bunu necə tapdıq? Dediyim kimi amortizasiya olunacaq ümumi faizi istifadə müddətinə böldük. Alınan faiz dərəcəmizi seçdik. Və amortizasiya ayırmaları. Salam. Hansı hər il nə qədər manat olaraq rəqəmi amortizasiya eləyəcək, xərc eləyəcəksə həmin rəqəmdir. Bunu necə əldə elədik? Amortizasiya dəyərimizi böldük amortizasiya müddətimizə, neçə il edəcəksə bir o formada tapırıq.
Baxın hesablamamız gəldi, çıxdı amortizasiya ayırmasına qədər və ilin sonuna qalıq dəyəri 100.000 olaraq qeyd edirik. Elə bir bəri başdan 20.000-ni 120.000-dən götürürük, qalır 100.000-imiz. Və növbəti il, bayaq xanımın dediyi kimi, artıq 100.000-dən başlamır, o azalan qalıqdadır. Yenə eyni formatdadır, 120.000-imiz qeyd olunur, 100.000 dəyərimiz yerində, dərəcəmiz yerində, amma 20.000 yenə amortizasiya verdiyimiz üçün artıq son qalıq dəyərimiz nə idi? 100.000 idi də. Daha doğrusu amortizasiya dəyərimiz nə qədər idi? 100.000. 100.000-dən həmin 20.000 yenə çıxılır, qalır 80.000 manat. Və bu hər il eyni 20.000 azalma gedə-gedə, məsəl üçün 3-cü il olur 60.000, 4-cü il olur 40.000, 5-ci il olur 20.000, dayanırıq. Bizim köhnə tələbələrdə həmişə belə bir çaşqınlıq olurdu ki, müəllim, sıfırlanma da axı. Biz 5 il amortizasiya eləməliydik və çıxmalıyıq sıfıra məntiqlə. Niyə çıxa bilmirik? Onda avtomatik deyirik ki, biz bunun 20.000-ini amortizasiyadan kənar tutduq. Son qalıqda bizim 20.000-imiz qalmalıdır. 20.000-imiz qala bilməsi üçün biz bu formada gəlirik 5 il ayrı. Qərar vermişik ki, avadanlığı əlimizdə heç eləməyək, müəyyən bir dəyər olanda sataq, təzədən müəssisə pul kimi geri qayıtsın. Onun üçün əvvəlcədən təyin eləmişik. Buna başqa əmsallarda yaza bilərik. Qərar dəyişdik ki, 20.000-dən qalıb dirəmiş 20.000-ə. Sonra fikirləşirik ki, yox, davamlı amortizasiya ilə nə olacaq? Təzədən şeyiniz olmalıdır, əmriniz olmalıdır bu əsas vəsaitlə bağlı, inventor ilə bağlı. Artıq 20.000-in üzərindən gedəcəksiniz. Siz bu 20.000-də də, 40.000-də də, 60.000-də də eyni fikri dəyişə bilərsiniz. Baxın, bu bir reallıq da olur da. Necə olur? Siz bir avadanlıq alırsınız, dünyada baş verən ölkədə baş verən hadisələrdən dolayı avadanlığın dəyəri bazarda yüksəlir. Və siz isə bunu daha aşağı dəyərdən girmisiniz. Və 1-2 ildə amortizasiya vermisiniz. Deyək ki, gəlib çatıbdır bu dəyərə 60.000, amma faktiki olaraq bazarda bu avadanlığın qiyməti 80.000-dir. Yenidən qiymətləndirmə çağırırsınız, onu qaldırırsınız 60.000-ə, bazar dəyərinə uyğunlaşdırırsınız və əsas qoyursunuz ortaya, ondan sonra onun amortizasiyanı eləyirsiniz həmin hissədə. Amma yenə də top yekunda axırıncı qalacaq 20.000-də dəyişirsiniz də belə bir amortizasiya şərtini. İstifadə müddətini dəyişə bilərsiniz o qayda ilə. Siz baxırsınız ki, avadanlıq yaxşı işləyir. Satmısınız 5-ci ilə, deyirsiniz ki, hələ 10 ildir işləyir. Yeni qərarına bir 5 ildə əlavə edirsiniz. Amma bu dəyərin üzərindən başlayır. 20.000-dən gedir yönəlməyə. Qayıdıb təzədən bir də 120.000 hesablamırsınız. Bir rəşad olunmur da, gəlib Baxın, sual yaxşı yerində sual olduğu üçün biraz daha açıqlayaq bunu. Amortizasiya məqsədi sizin bura gəldiyiniz ilk dərslərdəki xərclədiyiniz pulu nə aldığınızın asılı olmayaraq xərcə yazmaq istəyirdiniz ha. Amortizasiya onu edə bilmə imkanı verir sizə. Maliyyədə onu sizə imkan verməsi olan şey müəssisəyə amortizasiya qaydasıdır. Az sil, çox sil, fərqi yoxdur. O səndən gedən pulun xərcdə yerləşməsi üçün, maya dəyərdə yerləşməsi üçün amortizasiya bir araç, bir hissədir, bölümdür sizin üçün. Siz 120.000-lik bir şeyi bir dəfə amortizasiya verəndə artıq sizin kassadan və yaxud da bankdan çıxmış o 120.000-lik vəsait var. O 120.000-lik vəsaiti siz xərcdə tanıdınız deməkdir. Və yaxud da maya dəyərini saldınız deməkdir. Bəli. İkinci səfər siz onu amortizasiya, mən nə deyirəm, vermək olmaz. İkinci səfər siz onu amortizasiya vermək istəyəndə sizin balansdan elə bir pul çıxmayıb yeni avadanlıq üçün. Olmayan bir şeyi xərcə yazmaq istəyirsiniz. Balansda bunun dəyəri sıfırdır. Siz sıfırdan bir dəyər əmələ gətirirsiniz özlüyünüzdə və onu xərcə tanıyırsınız. Bu da balansı bir tərəfi qalxacaq, bir tərəfi qalacaq. Yəni o doğru gəlməyəcək. Müxabirləşmələrə baxaq. Keçən səfərkən eynidir, burada qəliz məsələ yoxdur. Başlayır əsas vəsaitin alışından 120.000, alışın ƏDV-si 21.600, kreditorun ödənişi, pulunu ödəmişsiniz bankdan, ƏDV-ni ödəmişsiniz depozit hesabdan, ƏDV-ni əvəzləşdirmişsiniz, daha doğrusu əvəzləşdirməni vermişik, gedibdir. Sonra nə qaldı burada? Bəli, amortizasiyanın müxabirləşməsi. Baxın, nə qədər idi bizdə? 20.000 idi, düzdürmü?
həmin 20.000 hissəni vermişik. Debitdə 112.3 amortizasiyanın hesablanması, yəni yığılmış amortizasiya hesabı, kreditdə hansı rəqəmdə 111.3 avadanlığın özünün hesabı. Bəli, 120 minlik avadanlığın avtomatik keçibdi kreditə. Nə qədər dəyər olaraq? 20.000 olaraq. Və hara gedibdi, hərəkət edibdi balansda? 112 nömrəli hesabı. Başqa bir uzun müddətli aktiv hesabına gedibdi, belə deyək. Adı da yığılmış amortizasiyadır. Yığılmış amortizasiya keçən dərs izah etdiyim, daha üzərində duraq. Xərci silməmişdən qabaqki illik amortizasiyalarınızın toplandığı bir hesabdır. Nə zaman ki amortizasiyanı siləcəksiniz, o zaman da onu sahib xərclərə əlavə edəcəksiniz. Yəni 112 nömrəli hesab boşalacaq, keçəcək kreditə və debitində olacaq 731 nömrəli hesabımız. Aha, burada baxaq nəyə? Amortizasiyanın məsrəflərə silinməsi. Əgər amortizasiyanı, həmin o 20.000-i biz istehsalatda istifadə edirsə avadanlığı, həmin dəyəri 202 nömrəli hesaba silirik. Yəni 112 nömrəli hesabda toplanan görürsüz, bax 20.000-i Saatı bağlı avadanlıq. bəli 202-yə əlavə etdik. Amma Kompüter istehsalatdadsa yenə 202-yə. saatı deyilsə, o Deyilsə bəli 7731-ə. Və gəlirik, davam edir proses. Ardıcıllığı tutmağa çalışın zəhmət olmasa. Baxın 212 bilən başladı yığılmağa, düzdürmü? 212 ziqzaq kimi sağa keçdi. Həmin hesaba atdı hara 202-yə. 202 yenə sağa keçdi. İstehsalat məsrəfləri azaldı. Nəyə getdi? Hazır məhsula. Gördünüzmü? Və bu hazır məhsulun üzərinə material xərci də əlavə olundu. 15 min material xərci əlavə olundu. Yəni əməliyyatları oxuya bilin deyə deyirəm. Toplandı və hazır məhsul satılanda artıq hara getdi? Satılmış məhsulun maya dəyəri hesabına. İndi ortada bir dənə əlavə sual çıxdı sizə. Bu dəzgahın amortizasiyası necə bir xərci oldu? Operativ əməliyyat xərci mi oldu, yoxsa kapitallaşan bir xərci mi oldu? Niyə qatılır? Kapitallaşma getdi axı. Maya dəyərinə daxil oldu və pul mənə geri qayıtdı. Əməliyyat xərci olsaydı, ya sıkıntı bu sizdə bu OPEX, CAPEX getməlidir SAP-inizdə. Gəldi CAPEX oldu, düşdü maya dəyərinə. Yok, bir daha sual var. Balansınız ayrılıyor. Sinimini, illiğini buraya yersiz. Bu yerse illik balans. İllikdir də, əməliyyat illikdir. Biz bunu aya bölmürük ki. Mövzunu başa düşək deyə, amortizasiya ilə bağlı bütün əməliyyat xərclər şeylərini müxabirləşmə edilir. Nəyi? Müxabirləşməni? Biz diye çok hep düz zaten ayrılık edebiliriz ya. Onu bir istək keçəcəyik, məsələ kimi edəcəyiz. Əlbəttə edəcək. Bunu dərsdən sonra yenə də edəcək. Məsələ verəcəm və məsələ deyil ki bu. Mən müxabirləşməsini görün deyə deyirəm. Müxabirləşməsi də çox. Bilmədə boş-boş. Mən əgər amortizasiyamı, yığılmış amortizasiyamı istehsalatdadırsa mənim prosesim, mən bunu hazır məhsulun keçdiyimizin maya dəyərinə əlavə eləməliyəm. Onun prosesi necə getməlidir? Hazır məhsulun maya dəyərinə bir şey əlavə olunması üçün 202 nömrəli istehsalat məsrəfləri hesabına getməlidir. Öyle de. Ben sana izah edeyim, dikkat edirsiniz. Ama mal Bizim burada hesapladığımız 20.000 bir ilin amortizasiyasıdır. Okeydir. Burada ise biz istehsalatta göstərir ya. İstəyirsən sən orada düşünmə ki, biz əgər istehsalatımızı aylıq hesablayırdıqsa, illiyi niyə bir aya sildik? Elə etmirik. Aylıq da hesablasaq, 20.000-i bölməlisən 12-yə, düşməlidir bir aya. Məsəl üçün, hansı aya nə qədər işləyibsə o qədər. Onu əlavə edəsən. Amma onun da müxabirləşməsi 112.3 şeyini, süp hesabını kənara qoyun da, yəni avadanlığın formasını dəyişəcək. 112-nin debitinə 111-in kreditindən gələcək. Burada məqsədə tutman lazımdır. Dəyərini kənara qoy. Ki, sənin hesabladığın o illik dəyəri böləsən aya, bəlkə sən günlük hesablayacaqsan. Sənin istehsalatın elə bir istehsalatdır ki, orada amortizasiyanı günlük nəzərə almalısın. Böləcəksən təzədən 30.4-də tapasan bir günəni, düşəni. Yəni və yaxud da istifadə etdiyin günə. Həmin dəyəri yenə bura silməlisən. Deməyə çalışdığım nədir? Mənə diqqət topla. İstehsalatdadırsa,
avadanlığımızdan qopardığımız dəyəri, etdiyimiz amortizasiyanın dəyəri nə qədərdir fərqi yoxdur. 202 nömrəli məsrəf hesabına toplayırıq. 202 nömrəli məsrəf hesabında toplananı isə istehsalatda istifadə etmişəm də nə əldə eləmək üçün? Hazır məhsul əldə eləmək üçün. Avtomatik hazır məhsulun hesabına silməliyəm. Yenə hazır məhsulum artır, 202 azalır. Bu hissədə. Və bu birisi hissələr heç əlavə olunan, bu da heç, bunlar hamısı bildiklərinizdir artıq. Bir dənə baxın. Həmin o satdığınız hissə satışdan gəlir, getdi, vergi öhdəliyi bu. Bunlar lazımdır bizə? Yox, bir də ümumi maliyyə dəyəri. İndi zəhmət olmasa bir dəqiqə bunu dayandırırıq. Ya Rəbbim. Müxabirləşmələr davam eləyək onda. Müxabirləşmə çətinliyin qalmadı ki. Arxa hissəsi onsuz da aydın olan məsələdir. Sizə lazım olan amortizasiya bölümü idi. Yox, bir şey bilmiyoruz. Tamam. Sabah verelim. Qazalan qalıq metodu. Lazım değil. Bəli. Bu daha rahatdır. Burada istəyirsiniz faydalı istifadə müddəti qoyun. Bayaq dediyimiz kimi son qalıq dəyəri təyin edin və yaxud da başqa bir şeylər. Heç bir əlaqəsi yoxdur. İlkin qalan bax həmin avadanlığı 120 minlik avadanlığı təzədən amortizasiya edilir. Yəni düşünün ki, eyni avadanlıqdır. İndi düz xətt metodu ilə yox, azalan qalıq metodu ilə amortizasiya vermək istəyirik. Bunun cədvəlində isə qalıq dəyərini qeyd edirik, amortizasiya dəyərini, daha doğrusu bu dərəcədir, səhv düşüb uşaqlar üzr hesab eləyin. Amortizasiya ayırmaları nə qədər eləyəcək və il sonuna qalıq. Bu daha rahatdır. Birinci ilin ilkin qalığını vurursunuz amortizasiyanın dərəcəsinə, alınan rəqəm olur sizin amortizasiya ayırmanız. Yəni həmin il nə qədər amortizasiya verəcəksiniz. Və həmin rəqəmi də ilkin qalıqdan çıxırsınız, o rəqəm sizin eləyir son qalığınız. İl bitir. Növbəti ilə keçəndə həmin avadanlığın son qalığı amortizasiya hesablamaları üçün olur sizin ikinci ilin ilkin qalığı. Yəni 96 min keçib önə və hesablama 96 mindən gedir. 96 min 20% eləyib səfər 19.200. Görürsünüz rəqəmlər azala gedir də. 76 min. Üçüncü il 76 min 20% 15.300 və 61.440 qalır. Üçüncü ilin sonuna qalır. Dördüncü ildə 61.440 yəni üçüncü ilin son qalığı keçir ilkin qalığa və hesablanır 49.152 qalır. Biz nə demişdik şərtimizdə? Bayaq şərtin eynisində. Bizim son qalıq likvidasiya dəyərimiz 20 min olmalıdır. Düzdür, biz 20 minə qədər azaltmalıyıq. Səbəri başdan yazıram son qalığıma 5'in 20 min. Bəs nə qədər amortizasiya ayırmam olacaq mənim 5-ci il? Sən dedin bayaq bilirəm. Bununla hesablayanda azalan qalıq metodu ilə bizim 5-ci ilin amortizasiya ayırması nə qədər olmalıdır? Mən yazmışam 29.152 manat. Niyə yazmışam o qədər? Amortizasiya tamamilə doğrudur. Ən axırıncına çıxmışam. Həmin rəqəmi yazmışam ki, son ildə bu qədər amortizasiya verməliyəm ki, artıqlaması ilə. Mən bu 20 minə gəlim çatıb. Yəni son qalıq likvidasiya dəyərim 20 min olsun. Əlbəttə deyil. Və burada amortizasiya dərəcəsini də təyin etməliyəm. Bu amortizasiya ilə bağlı deyil, amma sizin bir maliyyətçi kimi mənə lazım olan informasiyadır sizdən. Mən amortizasiya dərəcəmi necə tapacağam burada? 5-ci ilin amortizasiya dərəcəsini. Bax, bax. Hamıza aid də sual. Bax, amortizasiya ayırmam 29.152-dir. 59% oluyor. Necə müəyyənləşdirdin? Profil oynandı. 100% 29 bin. Ya da mən də o riyaziyyatı bilmək istəyirəm. Sizdəki riyaziyyat hansıdır? Mən təxmin etdim necə deyibdir. Bəhs etdi. Ədədinə görə faizin tapılmasıdır. Sualımız odur ki, amortizasiya ayırmamız 29.152-dir. Qalıq dəyərimiz də, ilkin qalığımız da 49.152-dir. Biz bunu neçə faiz köynəlmə eləmişik ki, gəlibdir, alınıbdır, 29.152. Niyə 29.000-i 49.000-ə bölüb 100-ə vura bilmərəm?
Eləyənmirəm belə. Nəyi? Daha rahat olsun deyə. Zəhmət olmasa, əgər qocalmamışamsa, bir dənə kalkulyatorda 29152-ni böl 49152-yə vur 100-ə gör neçə edəcək? Kalkulyatorda çox. 29152 bölünsün 49152 vurulsun 100. Ben bir yer sevdim. Hə. Ben bir yer sevdim. Deməli 59% ilə eləmişik. Bu sadəcə ədədinə görə faizin tapılmasıdır. Orada çətinliyiniz varsa, mən tapıb sizə həmin hissəni göndərim. Faizinə görə ədədin tapılması, ədədinə görə faizin tapılması, o həmin hissəni, alfa qalacaqsın da, olsun amma atarım, problem deyil. Onu öyrənmək lazımdır. Həm burada, sonra bundan sonra deyək ki, PMS verdiniz, orada IFRS-ə imtahan vermək istədiniz, F3 almaq istədiniz, orada bundan çox istifadə olunan bir şey yoxdur. Yəni hər şey faiz nisbət tənasüblə aparılır. Yəni onu mütləq nəzərinizdə alın. Azalan qalıq metodunda anlaşılmayan hissə var kimdəsə? Ben hiç bilmiyordum. Başqa rəy, şərhi, kommenti olan? Babamın da yani. Baxın, onu qan eləmişsin. Azalan qalıq metodu ilə bağlı. Dövlətdə. Burada, bəli. Baxın, azalan qalıq metodunda əslində burada həmişə 20% getməlidir və bu rəqəmlər də azalacaq getməlidir. Amma onun sonu olur. Ora sıfıra çata bilməzsiniz. Çünki hər dəfəki son qalıq növbətinin ilkin qalığı olduğuna görə faiz dərəcəsi də dəyişmir. Rəqəmlər sonsuz sayda azala-azala gedir. Ona görə biz nə dedik əvvəldən? Dedik ki, 5 il istifadəsi var cəmi avadanlığın. 5 ilə biz bunu silməliyik. 5 il son qalıq dəyəridir bunun. Daha doğrusu faydalı istifadə müddətidir. Əgər biz bunu bu formada təyin eləmişiksə, 5-ci ilin sonuna da demişiksə ki, 20.000 qalmalıdır. Bu cür eləmək məcburiyyətindəyik. Yox, azalan qalıq metodunda faydalı istifadə müddəti qoymamışıq. Deyirsə ki, məsələn 10-cu ilə qədər amortizasiya elə. O zaman 10-cu ilə qədər bu cür hesablaya gəlməlidir. Yəni bu dəyərlər azala-azala getməlidir aşağıya doğru. 10-cu ilə qədər. Ama geriye o şeyde 20.000 vardı. Ona göre çatanın için hesaplamak lazımdı da onu. Tam həmin rəqəmi düzəldə bilməzsə mümkündür. Mütləq burada düzəliş eləməlisən o zaman. Yok başa düşündüm. Axırıncı rəqəm çıxmalısın. Nə qədər dəyəri qalmalıdır. Onu görməlisin. Əgər axırıncı dəyər qoymusansa, Çok qoymamışsansa problem deyil. Üçüncü metodumuz istehsal vahidi metodudur. Baxın, burada şərt dəyişir artıq. Bəli? vergiye ait. Yox. Vergiyə aid metod budur. Azalan. Vergi azalan qalıqla hesablayır. İstehsal vahidi metoduna gedək. İstehsal vahidi metodu nəqliyyat vasitələri üçün birəbir keçərlidir. Baxın, şərti dəyişirik burada. Müəssisə inzibati şöbədə istifadə olunan 25.000 manat dəyərində avtomobil almışdır. Müəssisənin texniki şöbəsinin hesablamalarına görə avtomobil 100.000 kilometr qət edəndən sonra tam olaraq amortizasiya olunmalıdır. Burada gördünüzsə artıq illə qoymadı, 100.000 kilometr qoydu. Və yaxud da ki 7 il 100.000 də deyə bilər, 5 il 100.000 də deyə bilər. Ona bənzər ifadədir, bəli. Avtomobil birinci il istifadə edilərkən 25.000 kilometr yol qət edib. Birinci il. Birinci ilin amortizasiya ayırması avtomobil üzrə olacaqdır, hesablayırıq. Əsas qayda buradır, bəsit bir şeydir. 25.000 kilometr bölünsün 100.000 kilometrə. Burada nəyi tapırıq biz? Orada ne? Keçən səfər maya dəyərində indeks axtarırdıq. İndi də vahidin indeksini axtarırıq ki, yəni 1 manatına belə deyək də, daha doğrusu dəyərinə vurmaq üçün də əmsalı nədir? Yəni sürüş əmsalı nə qədər olub? Bu 100 kilometrə görə. Vururuq 25.000 manatına, tapırıq ki 6.250 manatlıq çoxnəlmə gedib buna. Yəni onu necə tapdıq? Cəmi olmalı 100 kilometr, 25 kilometri böldük 100-ə, belə də 0.25 əmsal. Yəni elə bir 25%lik bir köhnəlmə getdi də hardasa. O deyilir 6.250 manat. Avtomobil ikinci il istifadə olunub 30.000 kilometr, kilometraj artıbdır. İkinci il hesabında 30.000-i 100-ə bölürük artıq. Tapdıq yenə əmsalını
Yenə vurursan 25 minə, çünki avtomobilin ilkin dəyəri o idi. Yəni nəyə azaldırıq biz? İlkin dəyəri azaldırıq. Bəli. 25 minə vururuq, 7500 tapırıq. Beləliklə 100 kilometr qət edilənə qədər, yəni avtomobil hər il neçə kilometr gedir, gəlib 100-ə çatana qədər bu formada köhnəlməsini aparırsınız. Siz dediyiniz kimi gəldiniz, 100-ə çatmadı, axırıncının üstünə gələndə 125 elədi. Misal üçün 110 elədi. O zaman həmin hissənin 100-lüyə qədərini eləyib sıfıra verirsiniz. 10 kilometrlik hissəni isə xətt kimi növbəti ilə ya atmalısınız, ya da ki, ümumiyyətlə nəzərə almamalısınız. Əgər həqiqətən nəqliyyat vasitəsini sıfırlayırsınızsa. Yəni artıqdan gedib də həmin məsafəni. Sizin qoyduğunuz hissənin artıqından gedib. Və bir də burada unutmayın, ha, yəni bizim bu son qalıq dəyər dediyimiz hissə var və yaxud da ki, faydalı istifadə müddəti dediyimiz yer var, ha. Bu çox vacibat bir bölümdür. Misal üçün, dairəsini qiymət kodda olsun. Bayaq Ümumiyyətən son qalıq dəyəri, likvidasiya dəyəri dediyimiz şey nədir? Müəssisəyə mənim xərc kimi tanıyacağım bir dəyər var ortada. Onu alıram, gətirirəm, texniki şöbəyə təhvil verirəm, kartını açır, müəssisəmə əlavə edirəm ilkin qalıqla. O ilkin qalığın rəqəmini mən illaki verilən şərtlərə, qoyulan əmrlərə görə bölüşdürməliyəm. O mənim balansımda itə bilməz o dəyər. Nə də ki, öz-özündən arta bilməz o dəyər. O dəyərin, məsəl üçün, maliyyədə əsas vəsait mühasibi deyən bölüm var. Yəni, əsas vəsait mühasibi var. Sırf o işə baxır. Əmək haqqıya baxmır, nə bilim, satışa alışa baxmır, heç nəyə baxmır. İşi gücü əsas vəsaitin inventarlaşması, amortisasiyasının aparılması hardadır, kimin adına keçmişdir, partını izləməkdir, işin adı odur, ona görə də əmək haqqısını alır. Bir dəqiqə sizə deyərim ki, Azərbaycanda ən qıt olan şey də odur. Demək olar, yoxdur əsas vəsait mühasibi. Funksional metodu anladınızmı ümumiyyətən? Yəni, bu hissə tamam olur sizə. Yoxsa bunu da bir məsələ ilə şərtləşməklə gedəyimi? Tamam. Gəlin. Var sualı siz kimdən gəldi? Səsardan gəldi. Yox, bunu baxırsın. İstəyirsiniz buna baxaq, dəyərin yer dəyişməsi. Bu müxabirləşmələrinizdir. Qadınlar eləyərək. VC gəlmirəm elə. Nəyi? Dəqiqə. İstehsal vahidi metodunda hara kimi qulaq asdın, soruşa bilərəm. Hansına? Bunu deyirsin. Birinci sətri deyirsən? Yox, sən sənə. Bax. Yox. Sağlığı falan. Tamam, da ora qədər edilir. Bitdi. Sağ ol. Sağ ol. Sağ ol.